Salam, bugün sizə 7-ci sinif biologiyadan iş dəftərindən fiziki sağlamlıq mövzusunun çalışmalarının izahını verəcəm. Birinci sualla başlayaq. Fiziki fəallıq piramidası göstərilmişdir. Fiziki fəaliyyət növləri və onların tezliyi arasında uyğunluğu müəyyən et. Cavabları müvafiq xanalara yaz. Piramidaya biz diqqət yetirək. Piramidanın ən aşağı hissəsi ən enlidir, ən deməli böyük ölçüyə malik olan hissədir. Yuxarıya doğru getdikcə isə piramidanın ölçüsündə kiçilməni biz müşahidə edirik. Yəni piramidanın ən aşağı hissəsinə hər gün icra olunacaq hərəkətləri yazmalıyıq. Piramidanın bir üst hissəsinə həftədə 3-5 dəfə icra olunacaq hərəkətləri yazmalıyıq. Bir üst hissəsinə isə həftədə 2-3 dəfə icra olunacaq hərəkətləri yazmalıyıq. Ən yuxarı hissəsinə isə, piramidanın zirvəsinə isə ara bir icra olunacaq hərəkətləri yazmalıyıq. Hər gün nəyi icra edə bilərik? Məsələn, piramidanın hər gün icra olunacaq hərəkətlərini, yəni ən aşağı hissəsinə yazmağa başlayaq. Məsələn, 5-ə baxaq. Liftdən istifadə etmədən pilləkənlərlə qalxmaq və düşmək. 5 aiddir. Daha sonra iti gəzintiyə çıxarmaq. 6 da aiddir. Daha sonra 8-ə baxaq. İti addımlarla gəzinti. 8 də aiddir. Daha sonra 10-a baxaq. Təmiz havada gəzinti. 10-da aiddir, təmiz havada gəzinti hər gün icra etməliyik. 14-ə baxaq, ev işləri. Deməli, 5, 6, 8, 10 və 14 aid olduğu hər gün icra olunacaq hərəkətlərə. Keçək indi piramidanın ikinci hissəsinə, yəni həftədə 3-5 dəfə icra olunacaq hərəkətlərə. Həftədə 3-5 dəfə icra olunacaq hərəkətlər. Məsələn, diqqət yetirək. 1-ə, yoga. Yoganı biz həftədə 3-5 dəfə icra edə bilərik. Daha sonra 9-a baxaq. Futbol və basketbol həftədə 3-5 dəfə icra oluna bilər. Daha sonra 12-yə baxaq. Turnikdə idman hərəkətləri həftədə 3-5 dəfə icra oluna bilər. Belə. Daha sonra keçək həftədə 2-3 dəfə icra olunacaq hərəkətlərə. Həftədə 2-3 dəfə, məsələn, 7-yə baxaq. Qaçış. 7. Daha sonra 13-ə baxaq. Döyüş sənətləri. Aid oldu 13. Daha sonra 15-ə baxaq. Velosiped sürmək. Velosiped sürməyi isə biz aid edəcəyik piramidanın ikinci hissəsinə. Velosiped sürmək, yəni 15 aid edəcəyik piramidanın ikinci hissəsinə. Həftədə 3-5 dəfəyə aid olanlara. Sonra 16, deməli, rəqs etmək. Rəqs etməyi də aid edəcəyik həftədə, deməli, 3-5 dəfə icra olunacaq hərəkətlərə. Yəni 16 da olacaq. Həftədə 3-5 dəfə, yəni C variantına. Daha sonra, deməli, ara bir icra olunacaq hərəkətlərə baxaq indi. Ara bir nə icra olunmalıdır? Ara bir icra olunmalıdır. Məsələn, 2-yə baxaq. Uzun müddət oturaq vəziyyətdə qalmaq. 2 aiddir bura. Kompüter oyunları aiddir. Daha sonra stol üstü oyunlar aiddir. Daha sonra 11-ə baxaq. Televizora baxmaq aiddir. Ara bir icra olunmalıdır. Belə, birinci sualın izahı bura qədər. İkinci suala baxaq. Böyük Britaniya, Portuqaliya, İsveç, Finlandiya və ABŞ-da pəhriz qaydalarını göstərmək üçün dairə və ya boşqab forması istifadə olunur. A variantında bizə deyir ki, bu tövsiyələri qida piramidası şəklində çək və müvafiq ərzaqların adını yaz. Burada piramida 5 hissədən ibarət olacaq. Çəkək. Bu birinci hissəmiz, bu ikinci, üçüncü, 4 və 5-ci hissəmiz. Piramidanın ən aşağı hissəsində görürük düzbucağın ölçüsü ən böyükdür. Yəni biz bura gündəlik ən çox istifadə olunan məhsulları yazacağıq. Burada un və un məlumatlarıdır. Deməli, çörək, düyü, makaron. Deməli, çörək, düyü və makaron aid oldu piramidanın ən aşağı hissəsinə, yəni ən çox qidalandığımıza. Dördüncü hissəyə baxaq. Dördüncü hissəyə isə aid olacaq meyvə və tərəvəzlər. Meyvə və tərəvəz. Piramidanın üçüncü hissəsinə baxaq. Üçüncü hissədə isə aiddir ət, balıq, toyuq və paxla. Ət, balıq, toyuq və paxla. İkinci hissəyə isə aiddir süd və süd məhsulları. İkinci hissəyə süd və süd məhsulları. Birinci hissəyə isə, yəni ən az istifadə etməli olduğumuza isə nə aiddir? Yağ və yağ tərkibli ərzaqlar. Ən aza aid oldu. Yağ və yağ tərkibli ərzaqlar. İndi isə keçək B variantının izahını verək. B variantında cədvəlin müvafiq sütununa true işarəsi qoy. Tərkibində karbohidratı miqdarı yüksəkdir, tərkibində zülallı miqdarı yüksəkdir.
Biz ümumiyyətlə bilməliyik ki, ət və ət məhsullarında zülal miqdarı çox olur, amma bitki mənşəli qidalarda isə karbohidrat çox olur. Meyvə. Meyvənin tərkibində karbohidrat çoxdur. Dənli bitkilərdə karbohidrat çoxdur. Süd və süd məhsullarında zülal çoxdur. Un məlumatlarında karbohidrat çoxdur. Balıqda zülal çoxdur. Ətdə zülal çoxdur. Kartofda isə karbohidrat yüksəkdir. Bugünkü izahımız bura qədər. Kanalıma abunə olmayı və videonu like etməyi unutmayın. Sağ olun.